100 gram kərə yağı, 1 stəkan şəkər, 1 yumurta, mikserlə qarışdırırıq. 1 stəkan süt, qarışdırırıq. 1 çay qaşığı qabartma tozu, 1 paket vanil, 25 gram kakao, 2 stəkan yarım un. Unumuzu az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Videoda göstərdiyim formada olmalıdır xəmirimiz. Torbaya doldururuq. Torbanız olmasa da qaşıqla da etmək olar. Hamısı eyni boyda edirik. Üzərini biraz əlimizlə düzəldirik. 170 dərəcəli sobada 12 dəqiqə bişiririk. 110 gram krem şanti, 1 stəkan soyuq süt. Az əlavə edib mikserlə qarışdırırıq, kremimizi hazırlayırıq. Kremimiz hazır olduqdan sonra torbaya yığırıq. Peçenyelerimiz bişib soyduqdan sonra iki peçenyenin arasına hazırladığımız kremi koyuruq. Üzerini ağ şokoladla bəzəyirik. Dadlı və fərqli şirniyyatlar üçün səhifəni yaddaşa verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.